İzahlı test 71. hissə 5-ci sinif ingilis dili. Complex sentence 7-ci sual. Much as is in our country. Martın 8-i bizim ölkəmizdə. A bəndində Children's Day uşaqlar günüdür. New Year's Day C bəndində yeni il günüdür. Christmas Day milad günüdür. B bəndində Women's Day qadınlar günüdür. Martın 8-i ölkəmizdə qadınlar günüdür. B bəndi doğru cavabdır. 8-ci sual. Choose a correct variant for each sentence. We Mother's Day with joy. Burada love feili var, bir de celebrate. Biz celebrate, yani biz sevinclə analar gününü qeyd edirik. Celebrate olmaz çünkü üçüncü şəxs təkində yazır. Feilin sonuna biz s artırırıq. Olacaq we celebrate. We celebrate Mother's Day with joy. Biz analar gününü böyük sevinclə qeyd edirik. İkinci nöqtələri yerində we our mothers. Love feili var burada, sevmək. To love olmaz çünkü biz feili cümləyə daxil edəndə tonu atırıq. Olacaq we love our mothers. Biz analarımızı sevirik. Olacaq dördüncü də ikinci tərəfdə 4 işlənəcək. Match the pronouns in the sentence. Əvəzlikləri yerləşdirin cümlədə. Peggy and Ann love their mother. Peggy və Ann analarını sevirlər. Və onlar hazırlayırlar. Prepare handmade gifts for. Onlar onun üçün hazırlayırlar. Hədiyyə hazırlayırlar. Burada onlar C bəndidir. They prepare. Bir də C bəndi olacaq. Bob and Jane, can you sing favorite song? Bob və Jane öz sevimli mahnıları oxuya bilərsinizmi? Burada your favorite song. Your favorite song demək 2-də A bəndi olacaq. Usually goes for a picnic on Mother's Day. Baxırıq burada fe'l es şəkilsi qəbul edib. Demək 3-cü şəxsin təki olmalıdır. 3-cü şəxs təki he, she və ola bilərdi. Burada she var. She usually goes for a picnic on Mother's Day. O adətən analar günündə piknikə gedir. 3-də də B bəndi olacaq. Onun cavabını da şərhlərdə, kommentlərdə yazarsınız.